5 qəpiklik işi 50 minlik eləməsinlər. Sonra da zorla, balayla, kreditlə 5 min tapıb gəlib desinlər ki, həkim sağaldı. Çatdırmaq olmur. 5 qəpik olanda gəlin ki, onu eləyə bilək. Biz dəfələrlə bütün bu bizim İbrahim həkim tövsiyələri var. Çox sadə şeylərdir. 30 qəpiklik, 1 qəpiklik, 2 qəpiklik xüsusi vasitələrdir. Qatıqdır, sarı kökdür, qarazirə yağıdır, alma kök şirəsidir. Nə çətin şeylərdir bunlar eləmək. Bəhməzdir, biyan köküdür, alaqanqaldır. Bunlardan niyə istifadə eləmirsiniz ki, vaxt aşırı? Niyə vaxtında istifadə eləmirsiniz ki, məcbur olursunuz sonra kimyəvi əməliyyat və digər ağır üsullara düçar olasınız ki, onu da çatdırmaq olmur. Ondan da yenə də tələf olursunuz. Və bu problemlər çoxdur. Biz təkik, biz ancaq maarifləndirə bilərik, doğru yol göstərə bilərik. O doğru yolu gedib getməmək artıq insanların öz öhdəsinə qalır. Eləyə biləcəklərmi onu? Onda sağalacaqlar. Fərdi xoşbəxtlik deyirsiniz. Fərdi xoşbəxt olmaq olar. Əgər sənin ürəyin yanır millət üçün, bəşəriyyət üçün, fərdi xoşbəxt ola bilməzsən. Hə, egoistsənsə bir müddət xoşbəxt ola biləcəksən. Amma onda başqaları səndən üz döndərəcəkdir.